Məsəl üçün məni İran aşiqləri səni filan yerdən çıxanda şəxsən özüm öldürüb gedib kişi kimi yatacam türmədə deyirdilər və mən sosial şəbəkədə də deyirdim ki, baxın, kişi ona deyirəm ki, bunu anons etmədən gəlir çıxır mənim qabağıma. 5 aydır məni öldürməyə cəhd eləyirsən. Düz deyə heç kimin başı üçün deyil bu gün durduğu yerdə gəlib kimsə öldürsün. Amma ki, bəli, kişi kimi geyib yatacam bunu öldürüb. Və niyə? Çünki mən deyirdim ki, Fələstin üçün ağlayırsınız günahsız uşaqlar. Tamam, mən də günahsız uşaqların ölümünün əleyhinəyəm, birinci əleyhinəyəm. Amma mən deyirəm Fələstindən öncə axı Xocalda donan uşaqlar da körpəydi. Axı anasının qarnından yarılaraq çıxarılanlar da körpəydi. Niyə onda biriniz bir kəlmə demirdiniz? Birinizin səhifəsində Xomneydən, rəisidən filandan başqa bir dənə Xocalı qurbanı olan uşağın fotosu yoxdur. Sən hansı uşaq hüququndan mənə danışırsan, uşaq ölümündən mənə danışırsan. Səhv deyirəmsə, deyin səhv deyirsiniz. Niyə biz özümüzü görmürük? Öz prezidentindən çox daha çox onların prezidentinin videosunu yapar. Mənim heç üçün o çatmır. Şəxsən. Mən Azərbaycanlıyam, mən Azərbaycanda yaşayıram, mən ölkəmin prezidenti. Fərqi yoxdur, prezident olsun, digər olsun. Öz yerimdən bir şey paylaşmırsansa, tənqid edici də paylaşa, maarifləndirici də paylaşa bilərsən. Sən gedirsən, bizim prezident ola sən gedib İranın hansısa prezidentin şeyini paylaşsan, xeyir olar. Mövzunun davamını izləmək istəyirsənsə, YouTube kanalıma daxil ol və tam versiyanı oradan izlə.